Sağlamlığının qeydinə qalan hər kəsi salamlayıram. Sağ televiziyasında tibb xəbərlərinin vaxtıdır. Studiyada Günel İbadovadır. Baxaq görək dünyada və ölkədə hansı vacib tibb hadisələri baş verib. Ağır əməliyyatdan sonra xəstələri çarpayıdan köçürmə və yaxud da yeni çarpayıya köçürmə. Bunların hamısı onda həm stres, həm də kifayət qədər fiziki ağrı yaradır. Və bir çoxlarımız bunu kənardan izləyəndə kifayət qədər üzülürük. Amma alimlər, xüsusilə də Çin alimləri bütün dünyanın xoşuna gələcək və müsbət rəy ala biləcək çarpayı hazırlayıb. Çarpayıların texnologiyası ondan ibarətdir ki, ağır xəstəni tərpətmədən çox unikal bir formada bir yataqdan digərinə transfer eləmək olur. Eyni zamanda onun yataq dəstini dəyişmək də kifayət qədər asanlaşır. Bu texnologiya nədən ibarətdir, necədir, süjetdə görəcəksiniz. Ağır xəstələr üçün ağıllı tibb çarpayıları istifadəyə verildi. Ağır əməliyyat keçirmiş xəstələrdə stres və ağrı yaratmadan bir çarpayıdan digərinə köçürmək üçün yeni texnoloji üsulla hazırlanmış ağıllı çarpayılar istifadəyə verilib. Adətən fiziki cəhətdən sərbəst hərəkət edə bilməyən xəstələr köçürülmə və ya yataq dəstinin dəyişdirilməsi zamanı tibb işçiləri tərəfindən qaldırılır. Bir çox hallarda bu xəstələr üçün zədə və ya əlavə gərginlik yaradır. İlk dəfə Çində istifadəyə verilən bu çarpayıların innovativ mexanizmi xəstəyə narahatlıq vermədən yer dəyişməni icra edir. Unikal mexanizmlə çalışan çarpayının sosial şəbəkədə təqdimatı edildikdən sonra bir sıra ölkələrdən sifariş alınıb. Təkamül nəzəriyyəsini oxumusunuzsa, AMÖB-dən yarandığımız iddia olunur. Bunu bilirsiniz. Və təsəvvür eləyin ki, bu ulu bir hüceyrəli əcdadımız bir xanımın ölümünə səbəb olub. Necə? Xanım sadəcə əl-üzünü kran suyunda yuyub. Nəticədə nə olub? Öz əcdadımız sayılan bir hüceyrəli bu mikroorqanizm onu necə məhv edib, ona necə qətl edib, bunu birazdan görəcəksiniz. Burnunu kran suyu ilə yuyan qadın öldü. Amerika Birləşmiş Ştatlarının Texas ştatında yaşayan qadın burnunu kran suyu ilə yuduqdan sonra həyatını itirib. Burun yuma prosedurundan 4 gün sonra qadında yüksək hərarət, güclü baş ağrısı və qıcolmalar başlayıb. Həkimlərin bütün müdaxilələrinə baxmayaraq 8 gün sonra qadın dünyasını dəyişib. Aparılan müayinələr nəticəsində onun beyin mayəsində AMÖB aşkarlanıb. Bu bir hüceyrəli canlı burun vasitəsilə orqanizmə daxil olaraq ölümcül xəstəlik AMÖB mənşəli meningoensefalit yaradıb. Bu mikroskopik orqanizm isti şirin sularda, çaylarda, göllərdə və düzgün təmizlənməyən hovuzlarda yaşayır. Nadir hallarda burun vasitəsilə beyinə keçərək onun toxumalarını məhv edir. Həkimlər xəbərdarlıq edir ki, burun boşluğunu yalnız steril, distilə olunmuş və ya əvvəlcədən qaynadılmış su ilə yumaq lazımdır. Əks halda bu cür faciəli hallar baş verə bilər. Bədəninizin ağrılarını azaltmaq üçün nə etməlisiniz, bilirsiniz? Bu ekranda gördüyünüz 85 yaşlı qadın bel ağrılarını unutmaq üçün ekranda gördüyünüz atraksiyonlardan istifadə edir. Çox maraqlı, unikal xəbərdir, amma əvvəlcədən deyim ki, hər hansı bir müalicə metodunu istifadə etməmişdən öncə mütləq həkimlə məsləhətləşin. 85 yaşlı qadın ağrılarını atraksiyonda sağaldır. 85 yaşlı alman qadın hər həftə yüksək sürətli atraksiyonda sürüşərək bel ağrılarından xilas olur. O hər həftə əyləncə parkına gedərək bu atraksiyonda sürüşür və bunun nəticəsində belindəki gərginliyin azaldığını hiss edir. Həkimi də bu qeyri-adi müalicə üsulunu dəstəkləyir. Qeyd edək ki, adrenalin bədəndə stres və qorxu zamanı ifraz olunur və bu hormonun təsiri nəticəsində ağrıya qarşı həssaslıq azalır, əhval-ruhiyyə yaxşılaşır və əzələlərdəki gərginlik yaradan qalxır. Bu səbəbdən qısa müddətli adrenalin yüksəliş bəzi insanlarda bel ağrılarını yüngülləşdirə bilər. Bu üsul yaşlı insanlar üçün qeyri-adi bir yanaşma olsa da, bəzi hallarda əyləncə və fiziki fəaliyyətin birləşməsi faydalı olur. Lakin hər hansısa bir müalicə metodunu tətbiq etməzdən əvvəl mütəxəssis həkimlə məsləhətləşmək çox vacibdir. Səs-küydən kökəlirik. Bunu mən də bilmirdim, ilk dəfə də eşidirəm. Sən demə, insanlar xüsusilə də maşın səslərindən, özü də gecələr gələn maşın səslərindən piylənir. Çox maraqlı bir xəbərdir, baxaq.
Maşın səsləri kökəldir. Münhen Universiteti və Helmholtz Münih mərkəzinin alimləri yol səsinin insan orqanizmində beyin toplanmasına təsir etdiyini müəyyən edib. 11 mindən çox insanın MRT nəticələri göstərib ki, hətta 53 desibeldən aşağı səviyyədə olan səs belə dəraltı, qaraciyər və visceral piyin artmasına səbəb olur. Hər əlavə 10 desibel isə piy miqdarını daha da artırır. Bu təsir hava çirkliliyi, həyat tərzi və sosial vəziyyət nəzərə alınsa belə qalır. Alimlər bildirir ki, xüsusilə gecə səsi yuxunu pozur, stres və hormon pozuntularına yol açır. Bu da piylənmə, şəkərli diabet və insult riskini artırır. Tədqiqatçılar yol səsinə qarşı daha ciddi tədbirlər görülməsini tövsiyə edir. Çoxlarınız onun dadını sevmirsiniz və hətta bəzi evlərdə çox nadirən istifadə edilən tərəvəzdir. Amma faydalarını saymaqla bitmək olmaz. Ən əsası da bağırsaq xərçənginin dərmanıdır deyirlər. İzləyək. Brokolinin müntəzəm qəbulu xərçəng riskini azaldır. Illinois Universitetinin professoru Elizabeth Jeffrey'nin araşdırmaları göstərib ki, brokolinin müntəzəm istehlakı süd vəzi, prostat, yoğun bağırsaq və qaraciyər xərçəngi riskini azaldır. Xüsusilə bu tərəvəz qaraciyərin sağlamlığını qorumağa və qeyri-alkoqollu yağlı qaraciyər xəstəliyinin qarşısını almağa kömək edir. Brokoli antioksidantlar, lif və faydalı qida maddələri ilə zəngindir. Onun tərkibindəki fitokimyəvi maddələr, polifenollar və flavonoidlər orqanizmdə oksidləşdirici stressə qarşı mübarizə aparır. DNT-ni qoruyur və xərçəng hüceyrələrinin inkişafını ləngidir. Bu maddələr həm də qaraciyərdə iltihabı azaldır, piylənmənin qarşısını alır və beləliklə qaraciyər xərçəngi riskini aşağı salır. Mütəxəssislər düzgün qidalanmanın xəstəliklərin qarşısının alınmasında və ümumi sağlamlıqda mühüm rol oynadığını vurğulayır. Ekranda gördüyünüz bu eybəcər oyuncaqlar çox kiçik və çox bahadır. İnsanlar bunu kütləvi şəkildə alırlar. Səbəbi nədir? Psixoloqlar açıqlayıb. Amma mən onu qeyd edeyim ki, mütəxəssislər övladlarınızın eybəcər oyuncaqlara meyllənməyinin qarşısını almayın deyirlər. Səbəb isə ondan ibarətdir ki, öz travmalarını, qorxularını məhz bu oyuncaqlarla çıxarırlar. Yəni, övladınız hətta qorxulu filmə baxanda belə o qədər də qadağa qoymayın. Çünki qorxu yaşanmalı hissdir. İnsanın içərisində qalanda fəsadları sonra çox pis olur. İzləyək. Labubu oyuncaqları təhlükəlidirmi? Qorxunc görünüşləri olan labubu oyuncaqları xüsusilə gənclər və yeniyetmələr arasında böyük populyarlıq qazanıb. Onların qeyri-adi və bəzən qorxulu görünüşü çoxları arasında maraq doğursa da, psixoloqlar bu trendi estetikadan daha çox psixoloji hadisə olaraq qiymətləndirir. Bundan əlavə, elm sübut edir ki, qorxulu görünüşlü oyuncaqlar uşaqlar üçün təhlükəli deyil. Əksinə, onlar oyun və yumor vasitəsilə qorxularını aşmağa kömək edə bilər. Əgər uşaq labubu oyuncağını çantasına asmaq üçün alırsa, bu onun müəyyən sosial qrupun üzvü olmaq istəyini göstərir və bunda heç bir təhlükə yoxdur. Rusiyalı uşaq psixoloqu və pedaqoqu Darya Dugentsova bildirib ki, labubu oyuncaqları qeyri-adi və bəzən qorxulu görünməsinə baxmayaraq uşaqların psixikasına zərər vermir. Onun sözlərinə görə bu oyuncaqları əsasən yeniyetmələr və böyüklər çantalarını bəzəmək üçün alır. Kiçik yaşlı uşaqların belə oyuncaqlarla oynaması çox nadirdir. Ümumilikdə psixoloqlar 3 yaşadakı uşaqlar üçün oyuncaqların seçiminə diqqətli yanaşmağı tövsiyə edir. Az yaşlı hansısa oyuncaqlardan qorxur və ya onlarla oynamırsa, həmin oyuncağı zorla uşağa sevdirməyə çalışmaq doğru deyil, deyə mütəxəssislər bildirir. Bugün olan səhiyyə xəbərlərimiz bu qədər. Dünyada və ölkədə baş verən ən vacib tip xəbərlərini Saf televiziyasında izləyin. Özünüzü və doğmalarınızı qoruyun. Sağ olun, salamat qalın.